Gözəl insanlar, Evim Əmlak sizə möhtəşəm bir villa təqdim edir. Villa yerləşir Novxanıda, demək olsun yolla arası 150 metr. Çox gözəl bir yerdədir. Paket villadır. Torpağın da kupçası var, villanın da kupçası var. Villa 5 sotun içərisindədir. 300 kvadrat, 5 otaq, möhtəşəm bir villadır. Təqdimatda da görərsiniz. Bütün otaqlarda sanuzeli var. Çox gözəl, həqiqətən kim alacaqsa Allah xeyrin versin. Bərbaşdan qiymətini deyirəm 480.000 manata. 480.000 manata həqiqətən çox gözəl bir qiymətdir. Bu bir çayın bir sözlə təqdimatımız başlayır. Dəyərli izləyicilər. Gördüyünüz kimi bura bunun besetkasıdır. İstipol. Bütün nə görürsünüzsə hamısı yeni kimidir. Burada gözəl manqalxanası var. Yaxınlaş. Burada qəşəng səbət qoymağa gözəl yığılıb, xüsusi yığılıb. Daşıma hovuzu. Siz dekorun gözəlliyini görürsünüz. Bax, palma. Bir sözlə vitrin, vitraj pəncərəsi. Evin gözəlliyi göz qabağındadır. Gecə bu villanın gecə görüntüsü lap gözəldir. Hər tərəfi gül, çiçək. Həqiqətən kimə qismət olacaq, Allah xeyrin versin. Gözəlliyi görürsünüz də. Çox gözəl evdir. Hovuz daşıma hovuzdur. Şəlaləsi var. Həm də istidir. İsti hovuz qış aylarında da çimmək olar. Gəldik əsas məsələyə. İndi girək villanın içərisində sizə tanış eləyim. Baxın bu gözəlliyə. Getdik. Qapı bir aləmdir. Burada deyirlər, baxın gözəlliyə. Villamıza, villanın gözəlliyini görürsünüz. Çox gözəl bir villadır. Burada da belə gözəl dekor yığılıb. Gördüyünüz kimi istipol, gözəl zalı var. Çox böyük, gözəl şkafdır. Rənglər gözəl. Bir sözlə girdin. Gəldin güzgünün yanında, özünü düzəltdin, qəşəng. Keçirsən zala. Kim alacaqsa Allah xeyrin versin. Bütün əşyalar hamısı qiymətə daxildir. TV-nin öz gözəlliyi çox gözəldir. Daşlar. İndi gözəl bir mətbəxi var. Ev sıfır evdir. İşlənməmiş evdir. Sahibi özü üçün təmir edib. Hər şey sıfırdır. Görərsiniz ki, bax, adi qapının özü, qulpun özü, hamısı da. Hamısı bahalı. Birinci mərtəbədə belə bir yataq otağı var. Və birinci mərtəbədə bir dənə sanuzel var. Keçək, indi sizə ikinci mərtəbəni göstəreyim. Hələ onun terası var. Çox gözəldir. Getdik. Gözəl evdir. İkinci mərtəbədəyik.
Otaqları çəkib qurtarmaq mümkün deyil. 5 otaq, çox bir-birindən gözəl, həqiqətən zövqlə tikilmiş bir villadır. Bu sırf qardırovdur. Hər iki tərəfi də çox gözəl düşünülüb. Və yataq otağın içərisində sanuzeli və hər bir otaqdan terasa çıxışı var. Gördüyünüz kimi otaqların hamısından çıxışı var. Keçək o birisi otaqlara. Gözəl dəniz panoramasını göstəreyim. Villa dəyərindən 2 dəfə ucuz satılır. Novxanın havası həqiqətən çox gözəldir. Burada otursan dostlarınızla oturun. Yeyin, için, əylənin. Gözəl dəniz panoraması. Magistral yolla arası 50 metr. 50 metr çox gözəl bir yerdədir. Gəlsəniz həqiqətən bəyənəsiniz. Ev deyəndə yalnız evi məmlək yada düşür. Villa istəyirsiniz, evi məmləkə müraciət edin. Sizə gözəl bir villa təqdim eləsin. Təqdimatımız bitdi. Novxanıda ən gözəl yerdə, ən bahalı küçədə, villaya qədər asfaltdır. 150 metr magistral yola məsafədə. 5 sotun içərisində. Torpağın da kupçası var, villanın da kupçası var. 5 otaq. Möhtəşəm bir mənzildir. Möhtəşəm bir villadır. Qiymət 480.000 manata. Bu qiymətə belə villa çətin tapasınız. Çox gözəl bir villadır. Kim alacaqsa Allah xeyrin versin. Təqdimatımız bitdi. Hələlik. Gözəl villadır da, gözəl villa çəkilişindən gəldik. Gördüyünüz bu gəmi qaya. Gəmi qaya restoranı. Bəli. Villanız görürsünüz. Rasmen 150 metr məsafədə yerləşir. Çox gözəl bir yer. Mən çox beğendim. Pulum olsa alardım. Tural, bilirsən də hara gedirik? Bəli. Hara gedirik? Anamızın yanına.